Salam əziz bioloqlar, bildiyimiz kimi bugün sertifikasiyanın ikinci mərhələsi olan müsahibə mərhələsidir. Mən özüm də bugün müsahibə mərhələsində iştirak edəcəm. Səhər 6-ya işləyib boşluqlarımız varsa doldurmağa çalışırıq təbii ki. Mən ümid edirəm ki, hər birimiz yüksək nəticə nümayiş etdirərik. Hər birimiz axı məsuliyyətli müəllimlərik. Həyəcan faktoru əlbəttə bu az miqdarda da olsa təbii ki olur. Bunu da inşallah düşünsək ki, bizi müsahibə edən şəxslər bizə qarşı şəxsi qərəzli deyirlər və həyəcan faktorumuz aydın məsələdir ki, getmiş olar. Sertifikasiyanın birinci mərhələsindən keçməyən müəllimlərə də səbirli olmağı, sakitcə hazırlaşmağı tövsiyə edərdim bir həmkar kimi, müəllim yoldaşı kimi darıxdırmasınlar özlərini. Mən inanıram ki, onlar da çox savadlı müəllimlərdir. Sadəcə həyəcan faktoru bəzən inanırsınız ki, adama çox mani olur. İndi deyə bilməliyik, həyəcanlı olmayın. Hər insanın bir cür sıxıntısı, problemi olur da, aydın məsələdir. Hər birinizə uğurlar arzulayıram. Özümə də dinlədiyiniz üçün də təşəkkür edirəm. Hər şey yaxşı olacaq, darıxdırmayın özünüzü.